Uyğunluğu müəyyən edin. Doğrudur və yanlışdır. Quraqlıq illəri ifadəsində birinci sözdəki q samiti üç müxtəlif səs kimi tələffüz olunur. Quraqlıq sözünün əvvəlindəki q dəyişmir. Q burada x kimi olur samit gəldiyinə görə. Daha sonra söz sonundakı q-dan sonra sait gəldiyi üçün ğ kimi tələffüz olunur. Deməli, toplamda q burada q, x və ğ səslərini verdiyi üçün bu doğru fikirdir. 1-ə gedir A. Səhlənkar sözü düzəltmədir. Xeyr, səhlənkar sözü sadə sözdür. Ona görə 2-yə gedir B. Dəmir biləli ifadəsində hər iki söz sifətdir. Bu da yanlışdır, çünki dəmir sözü burada isimdir. Sifətləşib. Biz bilirik ki, isim sifətləşsə də morfoloji cəhətdən isim olaraq qalır. Deməli, bu da yanlış fikirdir. Səbirsizlə sözünün tələffüzündə 4 fərqli məqam var. Sözün tələffüzünü yazırıq. Səbir, siz, dihlə, l-d kimi, ç-ix kimi, yenə l-n kimi olacaq və söz sonunda n samiti əlavə olunacaq. Toplamda, bəli, 4 dənə fərq var. Deməli, doğrudur. 1-ə gedir D. Dava vurğusu dəyişəndə mənası dəyişən sözdür. Bu da yanlışdır, çünki dava sözü saiti uzananda mənası dəyişən sözdür. Bir dəfə dava şəklində, bir dəfə isə dava şəklində tələffüz olunur. Yəni vurğuya görə yox, uzanmaya görə mənası dəyişən söz olduğu üçün bu fikirdə yanlışdır. Cavabımız olacaq 1-ə A, D, 2-yə isə B, S, Y.